Havalar soyuyan kimi bəzi vətəndaşlar immunitetlərini gücləndirmək məqsədi ilə bir çox vasitələrə əl atırlar. Belə yollardan biri də D vitaminidir. Müşahidələr onu göstərir ki, həkim məsləhəti olmadan bu vitaminlərdən istifadə edənlər kifayət qədərdir. Mənim də istifadə etdiyim vaxtım olub. Daha sonra həkimə müraciət edəndə deyəndə ki, bəs belə eləmişəm, deyib ki, yaxşı eləmişəm, əlavəsini yazdım. Yanlış bir hərəkətdir. Çünki həkimin belə deyək, müayinəsi olmadan, həkimə müraciət eləmədən bunların eləməsi yanlışdır. Mən həkimə məsləhətləşməyə üstün tuturam. Hər bir vitaminin çatışmazlığı kimi onun bədəndə artıq olması da ciddi problemlərə səbəb ola bilər. Qanda kalsiumun miqdarının həddindən artıq çoxalması orqanlarda fəsadlar yaradır. Buna böyrək daşlarının əmələ gəlməsi, ürək ritminin pozulması, mədə-bağırsaq sistemində və qaraciyərdə yaranan problemlər aiddir. Yay aylarında D vitamininin ən təbii mənbəyi günəş şüalarıdır. Payız və qış aylarında isə günəş şüalarının azalması səbəbindən bədəndə D vitamininin sintez olunması çətinləşir və bu dövrdə kənardan vitamin qəbuluna ehtiyac yaranır. Təbii qidalar var ki, D vitaminindən zəngin. Bunlarla qidalanmaq çox vacibdir. Bunlar nədir? Balıq, yumurtanın sarısı, heyvanın ciyəri, qaraciyəri D vitaminindən zəngindir. Göbələk D vitaminindən zəngindir. Süd və süd məhsulları D vitaminindən zəngindir. Yəni dediyimiz kimi bu qidalarla da biz D vitaminimizi az da olsa biz yerinə qoya bilərik. Nəinki D vitamini, ümumiyyətlə hər hansı bir orqanında problemi olan bəzi şəxslər özbaşına müalicə üsullarına əl atırlar. Onlar lazımi müayinələrdən keçmədən, daxili orqanlarının vəziyyətini öyrənmədən müalicə qəbul edirlər. Mütəxəssislər bildirirlər ki, bu hal daha çox xroniki xəstəlikləri olan insanlarda müşahidə olunur. Asma, şəkər, təzyiq xəstələri buna misal göstərilə bilər. Öncə hər həkim başladığı dərmanın yan təsirlərini və yan təsirlərinə qarşı nə edəcəyini bilir. Ona görə insanlarımız da özbaşına dərman istifadəsi zamanı bunu bilmədiyinə görə dərmanın yan təsirləri və ciddi fəsadlar baş verə bilər. Məsələn, antibiotik istifadəsi, antibiotik çox istifadə olunur. Buna qarşı allergiya ola bilər və yaxud da ki, bu antibiotikə qarşı dirənc əmələ gələ bilər. Dərmanlar bir-biri ilə qarşılıqlı təsir ola bilər. Bu da xəstəyə yan təsirləri ola bilər. Bir sözlə, istənilən dərman və ya vitamin yalnız həkim məsləhəti ilə qəbul edilməlidir. Çünki bədəndəki balansın pozulması bəzən geri dönməz fəsadlara yol aça bilər.